Hər kəsə salam. Bugün Qurban Bayramı münasibəti ilə düzəltdiyim süfrənin daha incə və gözəl görünməsi üçün bəzi məqamları açıqlayacağam. İlk olaraq başlayırıq süfrədə ən çox ehtiyac duyulan sun salfetlərinə. İllərdir istifadə etdiyimiz bu salfetlər öz keyfiyyəti ilə hər zaman öndədir. Masanın üzərində şax qalsın deyə mən 3 qatdan istifadə etdim və qarmon şəklində qatladım. Yarıya çatdıqda tərsini çevirirəm və digər küncündən bura önə doğru gətirirəm. Və salam, bu da bizim salfetlərin gözəlliyi. İndi isə keçək növbəti detallara. Məsələn, salatlarınıza və qəlyanatlarınıza hündür və ayaqlı qablardan istifadə etsəniz, süfrənizə bir incəlik qatacaq. Üzərinə isə kök rəndəsindən istifadə edə bilərsiniz. Çuğundur salatınızın üzəri üçün isə bişmiş çuğundur yarıya bölünür, çox nazik şəkildə doğranılır və üst-üstə yığılır. Və bu formada bükdükdə gözəl bir qızılgül alınır. Tərəvəz buketinin isə göyərtilərini hər hansısa bir fincana qoyduqda çox səliqəli və estetik görünür. Süfrəmizə yaraşıq verən nemətlərdən biri də meyvələrdir. Əvvəlcə ananasın baş və alt hissəsini kəsirəm. Sonra yarı hissəni uzunsovuna 3 hissəyə ayırıram. Onları da xırda doğrayıram. Qabımız kifayət qədər böyükdür və doğradığımız hissələri bu şəkildə yığırıq. Və mövsümi meyvələrdən də qıraqlarından düzlənir. Yaxşı olar ki, yeməkləri təqdim etdiyiniz boşqabların altına altlıqlar qoyasınız. Əgər xüsusi altlıqlarınız yoxdursa, bunu sadəcə moskuru çevirərək də istifadə edə bilərsiniz. Belə əziz xanımlar, ümid edirəm ki, bugünkü paylaşımımız ürəyinizcə oldu və unutmayın ki, nələrisə görmək, götürmək heç vaxt gec deyil. Yetər ki, buna bir balaca istəyimiz olsun. Allah kəsdiyiniz qurbanları qəbul etsin. Bayramınız mübarək olsun. Postu yaxınlarınızla da bölüşməyi unutmayın. Hələlik.